Əlxan Musayev dərsində deyir ki, bu çıxışında mənim barəmdə danışdığı çıxışda deyir ki, orada bir qayda gətirir. Kəlamul aqran yutva və la yurva. Vallahi heç bu sözü də düz başa düşməyib. Alimlərin bu dediyi qayda, bu dediyi əsası da düz başa düşüb yerinə qoya bilməyib insan. Haqqını verməyib sözün. Düzgün otuzdurmayıb sözü. Yerinə qoymayıb vallahi. Bundan əlavə deyir ki, Rəşad Hümbətov əxlaqsızlıq edir. Əbu Hanif haqqında belə danışmaqla. İndi mən nəyə görə danışmışam, hansı məqamda danışmışam, bir il bundan qabaq olub, siyaq başqa siyaqdır, rəddiyə məqamıdır. Bunu mən bir daha danışmaq istəmirəm, artıq izah eləmişəm. Deyir, alimlər haqqında belə danışmaq əxlaqsızlıqdır, məni əxlaqsız kimi təqdim edir. Ki, nəsiyyət edin ona. Mən buna bir yolla cavab verirəm, bir yolla, bir şeylə. Qardaşım, deyir, sələf mənhəci deyil, bu əxlaqdan deyil falan. Mən buna bir yolla cavab verirəm. Sən gələrsən, oturarıq. Mən sənə izah edərəm. Bu məsələdə sələfin mənhəci necədir? Bu əxlaqsızlıqdır, yoxsa əxlaqlı olmaqdır. Gələrsən, inşallah. Xəbər eləyərsən, mən sənə oturub başa salaram sənə ki, sələfin mənhəci bu məsələdə necədir? Mən çox gözəl bilirəm sələfin mənhəci hansıdır, başqalarının mənhəci necədir, məsələlərdə necədir. Mən bunu bilirəm, əlhamdülillah. Və etiqad edirəm ki, sən başa düşməmisən, sən bilmirsən məsələni. Əgər nəsə etirazın varsa, gələrsən, mən sənə sələfin mənhəci başa salaram. Görək bu əxlaqdandır yoxsa yox. Yəni sələflərin sözlərini nəql etmək, deyilən sözləri nəql etmək, bu əxlaqsızlıqdır yoxsa yox. Mən başa salaram sənə inşallah. Gələndə xəbər elə. Görək sələfin mənhəci necədir? Nə vaxtdan alimlərin sözlərini nəql etmək, rəvayət etmək. Mən bu şeyləri demək istəmirəm. Gələrsən oturarıq üzbəüz, mən başa salaram sənə. Sələf imamlar haqqında, alimlər haqqında nələr deyiblər. Mən burada cəmaata demək istəmirəm onu. Gələrsən üzbəüz göstərərəm sənə. Bu belə. Sonra deyir ki, tövbəyə çağırır. Tövbəyə çağırır. Ki, deyin tövbə eləsin. Qardaşım, insan səhv etdiyinə görə tövbə eləyər. Mən bu məsələdə özümü səhv bilmirəm. Düzgün bilirəm. Ona görə də bu məsələdə tövbə eləmirəm. Tövbəyə ehtiyac yoxdur. Tövbəyə hamının ehtiyacı var. Biz qul, biz asi, biz naqisi, qüsurluyuq. Hamımızın ehtiyacı var, səhvləri tənbih olunsun. Amma mən bu məsələdə qardaşım haqqı isabət eləmişəm. Və bu məsələdə tövbə düşmür yəni. Danışmışam, bir il bundan qabaqda səndən başqa heç kim nəsihət eləməyib mənə. Və danışığımı da hələ ki haqq bilirəm. Nə vaxt səhv bilsəm, kimsə tənbih eləsə, baxsam görsəm doğrudan da səhvdə onda tövbə eləyərəm Allaha. Bundan yaxşı şey yoxdur tövbə eləməkdən. Bundan əlavə qardaşım, tövbə eləməyə qalsa nəsihətə nə qədər məsələlər danışmışdı. Təkfirlə bağlı, xariciliklə bağlı. İstər müamilə məsələləri olsun, istər başqa məsələlər. Biz ona nəsihət eləyəndə, dərs verdi, rəddiyə elədi, nəsihət eləyəndə çıxıb tövbə eləmədi heç. Yəni mənə bir məsələ maraqlıdır, çox maraqlıdır. Bu tövbə eləmək, əxlaqlı olmaq, Allahdan qorxmaq. Bu ancaq bizlərə aiddir, sənə də aiddir də qardaşım. Sənə də aid, sən övliya deyilsən ki, sən vəhiylə danışmırsan ki, qardaşım. Sən hansı sənə edilən nəsihətdən sonra, tənbihdən sonra çıxıb tövbə elədin ki, bəyan elədin ki, yox burada səhv eləmişəm. Əksinə, videoları kanalından sildin və salam, heç nə olmamış kimi çıxıb getdin. Biz etiqad edirik ki, sən o şeyləri səhv danışmışdın. Düz danışmamışdın, düz təqrir etməmişdin. Sələfin mənhəcinə uyğun deyildi. Tənbih elədi, videoları sildin, çıxdın getdin. Tövbəyə sənin ehtiyacın var idi. Sən qayıtmalıydın, sən bildirməliydin. Amma heç nə olmamış kimi sağollaşdın, çıxdın getdin, mənə nəsihət elədilər. Həmən videoları sildim oradan. Belə olmur qardaşım. Düz bilib silmisən, yoxsa xəta bilib silmisən. Buna açıqlamasına ehtiyac var idi. Mən də belə şeylər deyə bilərəm.